Baxın dostlar, mənim babam rəhmətə getməmişdən öncə, 2-3 gün öncə deyirdi ki, mənim yanımda bir nəfər oturub, ağ xalatda. Mənim əmim gözlərimin önündə rəhmətə getdi. Diqqətlə patoloqa baxırdı, bax bu şəkildə. Nəfəs alır, verir. Amma diqqətlə fikri patoloqdadır. Mən başının üstündə durmuşam, ona baxıram, o mənə baxmır. Onun yanına biri gəldi ölüm anında və ona baxırdı. Və 2 saniyə keçmədə can verdi. Baxın. Allah Teala Quran-ı Kərimdə bunu bildirib. Sizin canınızı mələklər almağa gələcək. O otaqda mələklər var idi. Babamın yanına mələklər gəlmişdi. Mələklər Allahın polisləridir. Gedin, tutun, gətirin. Amma yaxşıdan yaxşı qarşılayırlar, pis adam pis. Mən ölümdən qorxmuram. Mən o mələklərin bir gün qabağıma çıxacağından qorxuram. Və ona görə ayıq-sayıq yaşayıram. Ayıq-sayıq fərasətli yaşamaq, atan şiklik, kimisə cibinə girmək, var-dövlət yığmaq deyil. Baxın, ayıq-sayıq yaşamaq məcburiyyətindəyik. Mən bugün namaz qılıram, oruç tuturam. Mən bunu keyfimdən eləmirəm. Düzdür, sevərək eləyirəm. Amma məcazi mənada deyirəm ki, keyfimdən eləmirəm. Tezdən 5-də durmaq, oruç tutmaq. Mən bunu keyfimdən eləmirəm. Mən də əmim kimi, rəhmətli əmim kimi o mələkləri görəcəm bir gün. Babam kimi deyəcəm ki, 2 gün öncə, 3 gün öncə yanımda bir ağ xalatda oturmuşdu. Biz belə şeylərə gülürük. Amma öz vəziyyətimizə gülməliyik biz. Gülməli bizim vəziyyətimizdir. Dünyaya o qədər dalmışıq ki, əsl həqiqəti yaddan çıxarmışıq. Özdə necə siz məni görürsünüz, o şəkildə mələklər görünür. Ölüm anında gəlirlər, qonaq gəlirlər. Amma ətrafdakılar onu görmür. Biz ayıq-sayıq yaşamalıyıq. Ayıq-sayıq yaşamaq nədir? Marketdə içkilərin yanından keçəndə düz keçməliyik. Gözümüzlə də baxmamalıyıq. Çünki hər an mələklər çıxa bilər. Mələklər sizə demir harda çıxacaq. Hər yerdə çıxa bilər. Allahın polisləri də olurlar. Allah deyir, tut gətir, tutub gətirirlər. Polislər heç sizdən icazə alar ki, onlar sizi marketdə tutum, onlar sizi evinizdə tutum. Əgər tutulmalı insansınızsa tuturlar səni, harda gəldi. Allahın mələklər də belədir. Hər an o təhlükə ilə, o qorxu ilə yaşayın ki, hər an qarşımıza çıxa bilərlər. Ona görə içkilərin yanından keçəndə düz keçək. Siqaretlərin yanından keçəndə düz keçək. Yalan danışanda stop, tez geri çevirək özümüzü. Arvadımızı allatmayaq, arvad uşağa zülm eləməyək. Və digər də nə qədər var yanlışlıqlar. Yaxşı insan olaq, xeyir verək ona buna, yığıb altımıza doldurmayaq, haqqın yeməyək onun bunun, zülm eləməyək. Hər bir insana ədalətli həyat şəraiti təmin eləyək. Qəfil çıxacaqlar qarşımıza, qəfil.